Mən birinci qrup gözdən əliləm. Biz Simada qeydiyyatdan keçə bilmirik. Bu mənim vəziyyətimdə olanların ümumi problemidir. Bunu yenavaz.com-a müraciət edən paytaxtın Yasamal rayon sakini Novruzov Mürsəl Novruzoğlu deyib. O bildirib ki, hazırki vəziyyət onlar üçün bir sıra çətinliklər yaradır. Stat: Elə düzəldiblər ki, bizim fotomuzu qəbul etmir. Çünki bizdə qeyri-ixtiyari olaraq göz əsir. Hətta ikinci qrup gözdən əlillər belə eyni problemi yaşayırlar. 5-6 ay əvvəl qeydiyyatdan keçmək istədim. Gördüm alınmır, fikir vermədim. Amma artıq banklar da Sima tələb edirlər. Biz heç bir ödəniş və digər bank əməliyyatlarından istifadə edə bilmirik. 3 gündə əməliyyatdan çıxmışam. Əlimdə sayla getmişəm banka ki, bəlkə mənə kömək edələr. Oradakı qız təxminən 1 saat çalışdı, amma şəkil çəkə bilmədi. Zəng vurdum Simanın qaynar xəttinə. Dedilər ki, biz nə edək, proqram belədir. Statın sonu. Azin Telekomun ictimaiyyətlə əlaqələr bölməsindən sorğumuza cavab olaraq bildirildi ki, Sima imza tətbiqində biometrik qeydiyyat zamanı canlılıq testi aparılır və bu mərhələdə istifadəçidən gözün aydın şəkildə kameraya göstərilməsi tələb edilir. Stat: Təəssüf ki, bəzi hallarda gözdən əlil vətəndaşlarımızın bu mərhələni tamamlamaqda çətinlik yaşadığı müşahidə olunur. Bu tələb təhlükəsizlik, yəni vətəndaşların adından onlardan xəbərsiz onlayn əməliyyatların aparılmaması, sui-istifadə hallarına yol verilməməsi məqsədi ilə tətbiq edilir. Nəzərinizə çatdırırıq ki, hazırda Sima imza vasitəsilə hər bir vətəndaşın rəqəmsal xidmətlərdən bərabər şəkildə faydalanmasını təmin etmək üçün bu istiqamətdə təkmilləşdirmə işləri aparılır. Bununla belə görmə məhdudiyyətli vətəndaşlarımızın rəqəmsal xidmətlərdən istifadə ehtiyacını nəzərə alaraq onların elektron imza əldə etməsi üçün alternativ həll təklif edirik. Belə ki, görmə məhdudiyyətli şəxslər Azin Telekom MMC-nin müştəri xidmətləri mərkəzinə yaxınlaşaraq və ya Sima.az saytına daxil olaraq onlayn qaydada Sima token elektron imzasını sifariş edə bilərlər. Statın sonu.